Dostlar, bugün sizlərə Novruz bayramı haqqında məlumat verəcəm. Bayramınız necə keçir? Bayramınız mübarək olsun. Hamınızın Novruz gələndə video çəkirəm. Bayram gələndə video çəkirəm. Amma heç nə baxış olmur. Cibə oxşayan şeylər bilirsiniz nədir? Əvvəlləri müharibələrdə bunlar geyinirdilər. Güllələri elə bil ki, bura qoyurdular da. Bu onun üçün işə yarayır. Novruz bayramı haqqında bildiyim maraqlı məlumatları sizlə bölüşəcəm. İndi isə Novruz videomuza başlayaq. Novruz bayramından əvvəl 4 çərşənbə var. Yel, ot, hava, bir də nə idi? Su. Torpaq, ot, su, yel. Bu çərşənbələrdə hamı tonqal qalır, başına yığışır. Çox qəşəngdir. Novruz bayramı gələndə hamı evlərini təmizləməyə başlayır, güllər açır, çiçəklər açır. Yay gəlir, Novruz gəlir, yaz gəlir, bir ağlıma söz gəlir. O mahnıdan eşitdiyiniz kimi o da Novruz nə deməkdir? Novruz fars dilindən gəlir, mənası yeni gün deməkdir. Novruz baharın gəlməyidir. Onsuz da bizdə evdə həm qışda, həm yayda, hər fəsildə zətdə bahar var da, mənim bacımdır da. Demişdim o ənlər videosunda mikrofon çıxartmışdı. Yoxan kimi odur mənim bacım. Belə çıqqılıdır. Deyəsən 11 ay, yox, 11 aylıqdır. 1 ay qalıb 1 yaşına. Novruzda çərşənbələrdən əlavə olaraq səməni düzəldirlər. Yəni mənim yanımda da səməni var. Bu səməni çəksək, indi bu adam əli dua eləyəcək belə. Novruz bayramında insanlar bir-biri ilə qonaq gedir, rəqs eləyir, şənliklər keçirdirlər. Sabah bizdə şənlik var. Bu milli geyimi geyinəcəm. Məktəbdə Novruzun gözəlliyi ondadır ki, Novruz dadlı bayramdır. Şəkər bura, paxlava, ləzzət eləyir, xonçaya, qoz, qoğal, sonra nə var? İdə, fındıq. Bu arada ən sevdiyiniz Novruz bayramındakı yeməklərdən hansıdır? Məndə şəkər buradır. Bunu yorumlara yazın. Şərhlərə yazın. Bitdi, bitmədi. Videoya like atdığınızda davam edək. Novruz gələndə hər yerdə tonqal qalırlar. Balacalar da, böyüklər də üstündən tullanırlar. Mən bir dəfə tonqalın üstündən tullanmışdım. Az qala yanmışdı. Ağıllığım, yorğunluğum, nə bilim, otda yansın da belə şeylərdir. Onu deyirik ki, yeni ilə daha rahat girək. Yeni il yox, ay. Novruzun ən qəşəng üstünlüyü odur ki, yumurta döyüşü olur. Mən atamı doğduram, anamı doğduram. Yumurta döyüşü necədir? Bir dənə adam əlində belə yumurta tutur. O birisi adam gəlir, hop, belə yumurtanı vurur belə. Sonra da hansı yumurta qırıqdırsa o uduzur. Bu sadəcə Azərbaycana aid bayram deyil. Türk dövlətlərində də bu bayram var. Məsələn, Türkiyə, Tacikistan, Özbəkistan, Qazaxıstan. Bu arada İranda da elədir. İranda da Azərbaycanlılar yaşayır. 30 milyon düz Azərbaycanlılar yaşayır. Cənubi Azərbaycan oradadır deyə, deyəsən çox yaşayır. Buradan Cənubi Azərbaycana salam olsun. Novruz bayramında daha çox ailənizlə vaxt keçirməlisiniz. Çünki ailənizlə, məsələn, yumurta oynaya bilərsiniz, yumurta qırmada, bayaq başa salmışdım sizə, belə. Fala baxmaq, sonra tonqalın üstündən tullanmaq, o da var. Nə bilim, belə şeylər. İndi isə mənə qəribə gələn Novruz adətləri haqqında məlumat verəcəm. Birincisi, qapı dinləmək. Bunu neyinirsiniz ki, sirləri öyrənirlər. Mənə çox maraqlıdır ki, başqasının qapısını bir insan gedib başqasının qapısını niyə dinləsin? Bunu deyəsən nəsə bilirlər, eləyirlər də. Unudulmağa doğru gedən bir Novruz adəti də var. Qapını döyürsən, papaq atırsan. Qaçırsan, bir də görsən içində nə bilim nə var. Heç nə də olmaya da bilər. Bu bəxtimizdir. Bəziləri pul qoyur, bəziləri yazır ki, kağıza bəxtinizi bir də sınayın. O mənim bəxtimdir. Mən elə şey yaşayacam uzun zamanda. Uşaqlar, bilirsiniz üz ifalı necə olur? Baxın, belə subay bir dənə qız
evlənmək istədiyini nə vaxt istəyirsə, belə eləyir. Evli bir qızın üzüyünü götürür, sonra öz saçını üzüyə belə dolayır. 3 dəfə salıb çıxardır. Salır, çıxardır. Salır, çıxardır. Salır, çıxardır. Sonra isə belə dayanır. 1, 2, 3. 3 dəfə oldusa evlənir. Bu bir qəribə inancdır. Dalğa keçməyin. Mənim 3 dənə barmağım var. 5 oldu. Nəysə, bunları yığışdırın, ondan sonra cırtdan gətirin. Ay sənə, yığmaq olmur. İndi sizə keçənlə Kosa haqqında məlumat verəcəm. Kosa keçəli evləndirmək üçün hər şey eləyir də. Qapıları açırlar, nə bilim özlərini göstərirlər, əylənirlər. Kosanın bu arada oradan ver nağarası var. Buyur. Bunlar bizim adət-ənənələrimizdir. Bizim evdə elə keçəl var da. Elə mənim bacıma oxşur da keçəl. İndi yatır, qonaq olardı, gələrdi kəskin. Gəl bir dənə döyüşək, görək kim udacaq. Hop. Vay, nə istedi, yandırdı. Bismillah. Ay səni. Atamı doğduram, anamı doğduram. Bir dənə də o birisi tərəfə. Ay gözdə. Ay səni. İlk dəfə belə uduzdum. Saxlama, özüm yiyəcəm ha. Ən qəribə bir dənə adət var. İpin üstündə, bir dənə taxtanın üstündə durur. Fizikadır. Əlində bir dənə deyəsən çubuq var. Onunla eyni boyutda olmalıdır. Ortasından tutur, simmetrika yaranır. Və o öz tarazlığını saxlayır. Görün necə. Çox maraqlıdır. Mən 100% eləyəmirəm. Onun adı isə Kəndirbazdır. Videomuz bu qədər idi. Kanala like atıb abunə olmağı unutmayın. Mən bunları gördüm da video çəkmirəm. Getdim şirniyyat yemək. Bitdi, bitmədi. Videoya like attığınızda davam edək. Mənim yenə məşhur boranım gəlir. Mənim yenə məşhur boranım gəldi. Gəldi də bu boranı elə bil ki basketbol topudur. Baba tutur. Hop. Belə cırtdan olar, meditasiya eləyir. Gəl, indi kapak resmi də elə.